Salam, hər vaxtınız xeyir. Mən Süleymanov Murad. Bugünkü də reabilitasiya prosesindən bağlı danışmaq istəyirəm. Çox salih zəhərlərlə bağlı valideynlər zəhv olurlar, soruşurlar ki, reabilitasiyada paranoy varmı, aseniya varmı, idman nailiyyətləri varmı? Mən onu demək istəyirəm ki, mənim özüm Avropa çempionu olmuşam, dünya mükafatçısı olmuşam. 10 ildən çox Azərbaycan təmsil eləmişəm, dünyada Azərbaycan bayrağını qaldırmışam. Mən gəldim bir müddət, 2 ay proseslə tanış oldum, yarımçıq çıxıb getdim. Mən elə oldu ki, elə bildim ki, hər şey yaxşı olacaq, kontrolda çıxıb idmanımı davam eləyəcəm, mən bütün ayıq qalacam, təmiz qalacam. Mən yarımçıq çıxdığıma görə getdim, idmanla məşğul ola yenidən istifadəyə qayıtdım. Çünki prosesi heç nə bilmirdim, tam keçməmişdim deyə sadəcə illüziyalar məni avladıb aparırdı. Mən yenidən istifadəyə getdim. Deməkdə məqsədim nədir? Mən yenidən reabilitasiyaya addım atdım, gəldim, inandım, prosesimi tam başa vurdum, şükürlər olsun. Bugünkü də ayığam, təmizəm, şükürlər olsun. Və onu demək istəyirəm ki, bu idmanla, nə bilim, basenya ilə, sauna ilə olan bir şey deyil. Mənim öz iradəm olsaydı, mənim öz iradəm idmanda var idi. Mən getdim nailiyyətdə, verdim bir müddət. Bir müddət mən narkotiklə tanış olandan sonra, içki ilə tanış olandan sonra mənim iradəm, heç nəyim qalmadı. Mən gördüm ki, narkotik mənə idarə edir kanki. Mən necə deyim, yalanlar danışıram, davranışlarım dəyişib, insanlarla emosiya ilə danışıram. Konkret mənim iradəm gücü gəlmədi. Narkotikin iradəsi məndən güclü oldu. Mən reabilitasiyayla tanış olandan sonra gəldim bura. Mən burada deyilənləri əməl elədim. Mən gördüm ki, burada biz qruplarda yazıb çıxardıq robotalar istəsək, gördüm ki, həqiqətən mənim həyatımda, mənim davranışlarımdır, addımlarımdır, mənim düşüncələrimdir. Bunlardır da məndə problem olan. Mən gördüm ki, öz iradəmlə bacarmadım, mən Allahın iradəsinə sığındım. Mən gəldim reabilitasiyada, Allahın iradəsinə sığınandan sonra gördüm ki, həqiqətən mənim öz iradəm özümə işləmirdi, mənim öz bildiklərim özümə işləmirdi. Mən bu cəmiyyətdə olmalıyam, sağlanan insanlarla bir yerdə olmalıyam. Mən reabilitasiyaya ehtiyacım yox, mənim reabilitasiyaya ehtiyacım var. Bugünkü gündə də şükürlər olsun Allah ki, Gəncə reabilitasiya fəaliyyətdədir. Şükürlər olsun ki, nailiyyətlər göz qabağındadır. Çıxış yolu bir dənə buradır. Sağ olun.